Salam uşaqlar. Deməli mən təzədən ispan dili öyrənməyə davam etməyə başladım. Əvvəl başlamışdım, yarıda da qoymuşdum. İndi yeni YouTube vasitəsilə deməli dərslər tapdım. Seri şəklində verilən dərslər. Onlardan özümə qeyd götürdüm və istədim ki, öyrəndiklərimi sizinlə paylaşım. Həm mənim üçün faydalı olar, həm də öyrənmək istəyənlər üçün motivasiya olar və ya yeni bilgilər olar. Deməli, İspanyol, İspan dili deməkdir, yəni İspan deməkdir. Gəlin baxaq görək nədən başlayıram. Deməli, mən nə öyrəndim bu günləri? Hola, hola tələffüz olunur, h tələffüz olunmur və mənası İspan dilində salam deməkdir. Daha sonra mənim adım İlahədir deyəndə yo soy İlaha deyirəm məsələn, amma yo yazılır, co oxunur. Yo soy İlaha. Mənim adım İlahədir. Yo soy İlaha. Mənim adım İlahədir. Daha sonra un deməli kişi cinsində o deməkdir. Una isə qadın cinsində o deməkdir. Daha sonra bəzi cümlə quruluşları öyrəndim. Gəlin onlara da baxaq. Deməli, un kafe. Bir kafe. Un te bir çay. Kafe kafedir, te də çay deməkdir. Bizim ingiliscə tea sözünə oxşuyur. Un te bir çay, un kafe bir kafe. Daha sonra öyrəndim ki, por favor zəhmət olmasa deməkdir. Zəhmət olmasa. Un kafe məsələn, un kafe por favor. Por favor. Bir kafe zəhmət olmasa və ya un te por favor. Bir çay zəhmət olmasa. Bundan cümlə mən necə quraram? Məsəl üçün, ahora un café por favor. Un bir deməkdir, dos iki deməkdir. Dos kafe olacaq, iki kafe. Dos tea olacaq, iki çay. Bunun yerinə dos kafe por favor da qoyub, yəni yaza bilərik. İspan dilində mənə nə isə verə bilərsinizmi? Hər hansı bir əşyanı verə bilərsinizmi deyəndə me pone kəlmələrindən istifadə edirəm. Burada isə yazacağım əşyanın adı olur. Məsələn, me pone un te por favor. Deməli, mənə zəhmət olmasa mənə bir çay verə bilərsiniz. Me pone un te por favor. Zəhmət olmasa mənə bir çay verə bilərsiniz. Və yaxud da ki, me pone un kafe por favor. Zəhmət olmasa mənə bir kafe verə bilərsiniz və ya dos kafe və ya dos tea verə bilərsiniz. Zəhmət olmasa. Və yaxud da ki, agua. Bugün agua sözünü də öyrəndim. Deməli, agua su deməkdir. Un agua bir su, dos agua iki su. Me pone un agua por favor. Mənə bir su verə bilərsiniz zəhmət olmasa. Me pone dos agua por favor. Mənə zəhmət olmasa iki su verə bilərsinizmi? Bugün öyrəndiklərim bu qədər idi. Burada da hər birini açıq yazmışam. Sadəcə sizin üçün biraz mən qısaltmış şəkildə deməli yazdım. Bir də burada təşəkkürlər sözü var. Onu da gəlin yazaq. Gracias. Gracias təşəkkürlər deməkdir uşaqlar. Muchas. Muchas gracias. Çox təşəkkürlər. Çox təşəkkürlər. Muchas gracias. Çox təşəkkürlər. Belə, bu günlərim İspan dilində öyrəndiklərim bunlar idi. Bir yeni sözlər öyrəndim. Kafe, çay, su, nə bilim, təşəkkürlər. Zəhmət olmasa, mənim adım falan kəsdi. Bu kimi sözlər öyrəndim. İkinci dərsi də sizinlə birlikdə paylaşacağım. İzləmədə qalın, səhifəni izləyin və daha sonra videoları bəyənməyi unutmayın. Əgər sizin üçün maraqlıdırsa, bir də ki, uşaqlar, mən özüm ingilis dili dərsi keçirəm. Özünüz bilirsiniz, bunun haqqında da video çəkmişdim. İngilis dili dərsləri haqqında məlumat almaq istəyənlər də yorumlardan mənimlə əlaqə saxlaya bilər. Bu qədər. İnşallah növbəti vaxtlarda da, növbəti günlərdə də o birisi videoları sizlərlə birlikdə paylaşacağım.